Salam, hər vaxtınız xeyirli olsun. Bu gün sizinlə çox dadlı, ləzzətli, həm də tez zamanda hazırlaya biləcəyiniz rəngli biber salatı hazırlayıram. İnanın bu salat bayram, ad gün süfrələrinə hədsiz çox yaraşan salatlardan biridir. İlk öncə biberləri yaxşı yuduq, quruladıq və gördüyünüz qaydada doğrayıb hazırlayacağımız qaba əlavə edirik. Çalışın salatda istifadə etdiyiniz hər bir ərzağı eyni formada doğrayın. O zaman görüntüsü daha gözəl olur. Bu arada istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd etdim. Öncə sarı, ardından qırmızı biberi doğradıq. Salatda bir ədəd turşu xiyardan da istifadə edirəm. Yaxşı olar ki, xiyarı quruladıqdan sonra gördüyünüz formada doğrayasınız. Değerli izləyicilərim, əgər videonu bura qədər izlədinizsə, kanala hələ də abunə deyilsinizsə, sizlərdən xahişim kanala abunə olub, videonu bəyənib və fikirlərinizi şərh bölümündə bizə qeyd etməyinizdir. Yaşıl biber də doğradıktan sonra digər tərəvəzlərin üzərinə əlavə etdim. Bir ədəd toyuğun sinətindən də istifadə edirəm. Toyuğun sinətini duzlu suda qaynatdıqdan sonra çəngəllə gördüyünüz formada didirik. Onu da tərəvəzlərin üzərindən əlavə edirik. Digər istifadə edəcəyimiz ərzaqlar konservləşdirilmiş qarğıdalı, duz, qara istiot və mayonez. Bütün ərzaqları qaba əlavə etdik. Yaxşı olar ki, mayonezi birdən-birə deyil, öncə 3-4 xörək qaşığı əlavə edin, qarışdırın. Əgər yetməzsə yenə də mayonez əlavə edə bilərsiniz. Salat hazır olduqdan sonra 15 dəqiqə soyuducuda gözlədib süfrəyə verdim. İnanılmaz dadlı, ləzzətli, mükəmməl bir salatdır. Mənə tez zamanda salat hazırla desəniz, inanın çəkinmədən bu salatı hazırlayaram. Əgər siz də bir dəfə hazırlasanız, inanın ən sevdiyiniz salatlardan biri olacaqdır. Dəyərli izləyicilərim, bu günlük bu qədər. Kanala abunə olub, videonu bəyənməyi unutmayın. Hələlik.